doğrudur. Variant Ha. arasında qalmışdın. Xeyr, yəqin çaşıb səhv yazmışam, amma bunu bilirdim. Aha, tamam. Bir də səndə 22-də deyəsən səhv var idi. Elə Xeyr. yadımda qalmışdı. 22-nə Hə, 23-nə hə. 22 Bəli, yerlə 22 də səhv. Aha. İndi 22-də birincisi friendly, dostcasına, dostcasına. Sifət deməkdir, düzdürmü? Bəli. Bir də luxury var burada. O da sifət deməkdir. Biz burada 2 ilə 3-ü götürəcəyik. Hansı variantı götürmüşdün? Mən burada 22-də C-ni götürmüşdüm. 22-də C-ni götürmüşdün. Fluent doğrudur, religion doğrudur. C-ni götürmüşdün dəqiq. Bəli. Aha. Başqa harda səhvlərin var idi? Bir də 27. Aha, göz açım. 27-də baxaq bir yerdə. 27-də burada bizdən hansı sözlər istəyir Zəhracığım? Compound, mürəkkəb. Aha, Ona doğru. görə şəkilçiləri açırıq. Sağ ol. Yenə Ə, specialdə qalmısan yəqin. 5-i götürməmisən. Bəli, götürməmişəm. Ha, başa düşdüm, problem deyil. Bir də qrammatik olaraq nədənsə oxuyursan, yoxsa elə atdığım şəkildən oxumuşdun? Elə siz atdığınızdan oxudum və testi yazdım. Ay, sağ ol, başa düşdüm. Onda mən sənə belə səndə başqa əlavə Günara Ümidovanın ya da Nərgiz Nəcəbin qrammatika kitablarından var? Yoxsa ümumiyyətlə mənim bu arada ayrıca yazdığım qrammatika da var. Yəni özüm də yazıram. İstəsən sənə onları da yönləndirə bilərəm. Çünki onlarda bunları yazmışdım, yadımdadır. Amma 4 dənə sözü yazmamışdım. Belə şəkil olaraq atmamışdım. Bəs Günara Ümidovanın kitabı var səndə? Ayrıca. Məndə belə bir kitab var. Aha. Ramil Əsədov. Bir Aha. də bəli, Gülnarə Umudova da var. Bu Ay, qardaşımın idi, köhnədir bu Demələr biraz. əsl eynidir. İç demələr eynidir. Bəli. Aha. 30-a qədər yoxlamışdıq elədir. Bəli. 31 ilə davam eləyək. 31 ilə davam eləyək. İndi D. 31-də, aha, doğrudur. 32-də, C. 33-də, B. 34-də, A. 35-də, Y. 36-da, Y. 36-da balaca bir tirə yaz. 37-də, A. 38-də, A. 39-da, D. 40-da, C. 41-də. 41 boş buraxmışam. Qalsın, baxarıq bir yerdə. 42-də, C. 43-də, C. 44-də, B. 45-də. B. Doğrudur hər biri. 46-da, C. 47-də, B. 48-də, Y. 49-da, A. 50-də. D. Doğrudur hər biri. 51-də, A. 52-də, C. 53-də, Y. 54-də, Y. 55-də, A. 56-da, B. 57, Y. 58, B. 59, D. 60. B. Maşallah burada səhvimiz çıxmadı. 61-dən baxaq. C. 62, D. 63, B. 64, Y. 65, A. 66, C. 67, A. 68, D. 69, B. 70, C. 71, Y. 72, C. 73. C. Birdən burada balaca bir səhvimiz oldu. 74-də. A. 74-də də baxarıq. İndi burada əslində çox da belə böyük bir səhvimiz yoxdur. Hamısı balaca səhvlər olar, böyük ehtimal. İndi 30-a qədər baxmışdıq. 30-dan sonra harda səhvin var sənin? 36-da. 36-da yaxşı. 36-da indi choose the line of plural nouns, düzdürmü? Bilirsənmi, sözlərin cəmlənməsi nə formada olur ingilis dilində? Belə deyim sənə. Əgər biz bir ismi cəmləndirmək istəyiriksə, ona s əlavə edirik. Məsələn, book, books. Hə, Notebook, bəli, anladım.
Ay, sağ ol. Biz də burada elə isimlər istəyirik ki, onlar cəm isimlər olsun. Bir də bir qaydalar var, onlardan da biraz bəhs eləyim. Bəzi bizdə irregular, yəni qaydasız isimlər var ki, onlar kökdən dəyişilə bilirlər. Yəni